Mən Heydər Əliyevdən çox şey öyrənmişəm. Təkcə mənəvi mənada yox, həm də cismani mənada. Mən cərrahiyyə stolundan yarım gün idi qalmışdım. Cəmaət narahatdır, bütün dünyanın hər yerindən zənglər gəlir. Dedim, televiziya çağırın gəlsin, yoxsa bu cəmaət sakitləşməyir. Mən orada elə bir çıxış elədim. Bəzilər dedi, yəqin bu bizi doluyur, bunun cərrahiyyə zəd yoxdur, yalandan yıxılıb oraya. Niyə? Çünki Heydər Əliyev sarayında yıxıldı. Amma yıxılandan sonra qalxdı. Bir də yıxıldı, bir də qalxdı. Və onunla Azərbaycan xalqına demək istədi ki, ey mənim millətim, yıxılmaq qorxulu deyil. Yıxılandan sonra yerdən qalxmamaq qorxuludur. Mən ona görə 2 dəfə ağırlı canımla ayağa durdum, yerdən qalxdım ki, sabah ola bilər, haradasa büdürüyarsınız, harada yıxılarsınız. Ondan narahat olmayın. Yeniden qalxın ayağa, şax durun, şux yerin. Bax, mən ulu önderimiz Atatürk'ün, ulu önderimiz Heydər Əliyevin, Türk dünyasının, Azərbaycanın qarşısında baş əyirəm ki, onun ulu önderləri var, onun gözəl elmi var, onun gözəl söz sahibi olan şairləri var. Biz dünyadan gedər olduq, qalanlara salam olsun. Bizim üçün xeyir dua, qılanlara salam olsun.